Xeyir olsun. Bəzi səbəblərdən videomuz gecikmiş video olsa da, hal-hazırda gec də olsa bu videonu çəkmək istədim. Mən hal-hazırda bu müəllimlik masasında oturmaq üçün əvvəlcə universitet olaraq 42 kəsirsiz imtahan vermişəm, bir müdafiə imtahanı. Eyni zamanda MİQ imtahanı və müsahibə mərhələsindən keçmişəm. Ümumilikdə 45 imtahan vermişəm, amma bu yolda mənim üçün ən çətin mərhələ MİQ imtahanına hazırlaşmaq, eyni zamanda müsahibə mərhələsinə hazırlaşmaq olub. Çünki onun həyəcanı tamam bir başqadır. Və bu yolda hər zaman mənim yanımda olan, məni dəstəkləyən Edu Company təhsil şirkətinə öz təşəkkürümü bildirirəm. Ən əsası da başda o Elcin müəllim olmaqla, eyni zamanda Mamid müəllim və Pəri müəllimə də öz təşəkkürümü bildirirəm. Ümumilikdə ən birinci təşəkkürümü, ən əsas təşəkkürümü isə Elcin Əhmədova yönləndirmək istəyirəm. Çünki istər həm MİQ sahəsində, həm də istərsə də müsahibə mərhələsində olduqca istər motivasiyasını, istərsə də dəstəyini qəti şəkildə bizdən əsirgəməmişdir. Buna görə də öz təşəkkürlərimi bildirirəm. Eyni zamanda şagirdlərim də öz təşəkkürünü bildirmək istəyir. Təşəkkür ederim.